Salam, 5-ci sinif Azərbaycan tarixindən 25-ci dərsimizə keçirək. Dərs 25. Dövlət müstəqilliyinin bərpası. Azərbaycan SSR işğal nəticəsində yaradılmışdır. Sovet hakimiyyəti illərində müstəqilliyimiz itirilmişdi. Xalqımız və ölkəmizlə bağlı qərarlar Moskvada qəbul edilirdi. Azərbaycan SSR-nin nisbətən daxili müstəqilliyi vardı. 1948-1953-cü illərdə Ermənistan SSR-də yaşayan soydaşlarımız ata-baba yurtlarından deportasiya edildilər. Onların evlərinə xaricdə yaşayan ermənilər köçürüldü. Alman faşizm üzərində qələbədə böyük rol oynayan Azərbaycan xalqını Sovet rəhbərliyi bu cür mükafatlandırırdı. 1988-ci ildə isə deportasiyanın son mərhələsi başlandı. Yüz minlərlə soydaşımız ata-baba torpaqlarından zorla qovuldu. Deportasiyanın gedişində yüzlərlə Azərbaycanlı öldürüldü. 1991-ci ildə Ermənistan SSR-də, yəni Qərbi Azərbaycanda artıq Azərbaycanlı əhali qalmamışdı. Sovet rəhbərliyi bütün bunlara göz yumdu. Azərbaycanlılara qarşı törədilən cinayətlər isə örtbasdır edildi. Bilirsinizmi, Ermənistan SSR tarixi Azərbaycan torpaqlarının qərb hissəsində yaradılmışdır. Sonralar Azərbaycan SSR-yə məxsus torpaqların bir hissəsini Moskvadakı rəhbərlik Ermənistan SSR-yə vermişdi. Şərur Dərələyəz, Qərbi Zəngəzur da belə ərazilərdəndir. Bununla da Azərbaycan Naxçıvandan ayrı salındı. Öz ata-baba mülklərindən zorla çıxarılan soydaşlarımız sonralar Qərbi Azərbaycan icması yaratdı. İcma Qərbi Azərbaycandakı tarixi irsimizin qorunması, qovulan əhalinin hüquqları ilə bağlı beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırır. Onlar öz yurdlarına qayıtmaq üçün mübarizə aparırlar. Sovet hakimiyyəti dövründə Qarabağın dağlıq hissəsində yaşayan erməni əhalisi üçün muxtariyyət yaradıldı. Halbuki o dövrdə Ermənistanda yaşayan soydaşlarımıza belə hüquq verilməmişdi. 1988-ci ildə Ermənistan SSR-nin rəhbərliyi Qarabağın onlara verilməsi tələbi ilə çıxış etdi. Bu ərazi iddiası Azərbaycan tərəfindən rədd edildi. Sovet rəhbərliyi bu məsələdə ermənipərəst siyasət yürüdürdü. Qarabağa xaricdə hərbi təlim görmüş erməni silahlılar yerləşdirildi. Onlar Azərbaycanlılara məxsus yaşayış məntəqələrinə hücumlar etməyə başladılar. Moskva isə bunlara göz yumurdu. SSR rəhbərliyinin anti-Azərbaycan siyasəti xalqımızın etirazlarına səbəb oldu. 1988-ci ilin 17 noyabrında Bakıda xalq mitinqə çıxdı. Mitinqlərdə yarım milyondan çox insan iştirak edirdi. Dekabrın 4-nədək davam edən bu çıxışlar meydan hərəkatı adlandırıldı. Əhali xalqımıza qarşı baş verən cinayətlərə cavab verilməsini tələb edirdi. Mitinqlərdə ilk dəfə Azərbaycanın müstəqilliyi məsələsi də qaldırıldı. AXC-nin 3 rəngli bayrağı mitinqlərə gətirildi. Sovet rəhbərliyi haqlı tələbləri yerinə yetirmək əvəzinə Bakıya qoşun yeritdi. Dinc nümayişlər zor gücünə dağıdıldı. Həbslər başlandı. Saat 21:00-dan sonra insanların küçəyə çıxması qadağan edildi. Lakin bütün bunlar xalqımızı qorxutmadı. Əksinə, müstəqillik tələbləri daha tez-tez səslənməyə başladı. Bilirsinizmi, 1988-ci ilin noyabrında xalq etirazları o vaxtlar Lenin meydanı adlanan yerdə keçirilirdi. Həmin meydanda Leninin üzü dənizə baxan heykəli də var idi. Xalq hərəkatından sonra həmin ərazi Azadlıq meydanı adlandırıldı. Leninə qoyulan heykəl də uçuruldu. Beləliklə, Qərbi Azərbaycandan əhalinin qovulması, Qarabağda başlanan hadisələr müstəqil dövlətin yaradılmasını zəruri etdi. Çünki SSR rəhbərliyi ədalətli mövqe nümayiş etdirmirdi. 1991-ci ilin oktyabrın 18-də Azərbaycan Respublikasının yaradıldığı elan edildi. Yeni yaranan dövlət özünü Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan etdi. 3 rəngli, ay ulduzlu bayraq yenidən başımızın üzərində dalğalanmağa başladı.
AXC-nin himni dövlət himni kimi təsdiq edildi. Həmin ilin sonlarında SSR dağıldı. Azərbaycanda da ümumxalq səsverməsi keçirildi. Xalqımız Azərbaycanın müstəqilliyinə səs verdi. Beləliklə, 70 illik Sovet işğalına rəsmən son qoyuldu. Xalqımız müstəqilliyini və azadlığını bərpa etdi. Bir qədər sonra Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatına, yəni BMT-yə üzv qəbul olundu. Müstəqilliyimiz beynəlxalq aləmdə də tanındı. Bəli, indi isə keçirik sual və tapşırıqlara. Azərbaycanın əhalisinin Ermənistan SSR-dən deportasiyası ilə bağlı araşdırma aparın. Bu əslində siz özünüz edəcəyiniz tapşırıqda, amma sizə yenə biraz da olsa izah edim, özünüz daha geniş araşdırarsınız. İkinci Dünya müharibəsindən sonra Ermənistan rəhbərliyi xaricdən gələn erməniləri yerləşdirmək bəhanəsi ilə Azərbaycanlıları öz dədə-baba torpaqlarından çıxarmaq planını hazırladı. SSR Nazirlər Sovetinin qərarı ilə 100 min Azərbaycanlının Ermənistandan Azərbaycanın Kür-Araz ovalına köçürülməsi qərarı alındı. 1948-ci ildə başlayan köçürülmə prosesi çox ağır keçdi. Dağlıq və sərin iqlimdən gələn insanlar Azərbaycanın isti və quraq bölgələrinə uyğunlaşa bilmirdilər. Yaşayış şəraitinin pis olması, su çatışmazlığı və kütləvi xəstəliklər nəticəsində çoxlu sayda soydaşımız, xüsusilə uşaqlar və yaşlılar həyatını itirdi. Bu siyasətin əsas məqsədi Ermənistanı Azərbaycanlılardan təmizləmək və bölgənin tarixi simasını dəyişmək idi. İnsanlar qovulduqdan sonra onlara məxsus kəndlərin və yerlərin qədim türk adları erməni adları ilə əvəz edildi. 1948-1953-cü illər deportasiyası xalqımıza qarşı törədilmiş böyük bir tarixi haqsızlıq və etnik təmizləmə siyasətidir. 1988-ci ildə isə deportasiyanın son mərhələsi başlamış, 100 minlərlə Azərbaycanlı təzyiq və zorakılıq nəticəsində öz yurdlarından qovulmuşdur. 1991-ci ildə artıq Ermənistan SSR-də Azərbaycanlı əhali qalmamışdı. Bu hadisələr xalqımızın tarixində faciəli səhifədir. Hazırda 17 noyabr hansı əlamətdar gün kimi qeyd edilir? 17 noyabr Azərbaycanda Milli Dirsəyiş günü kimi qeyd edilir. 1988-ci il noyabrın 17-sində minlərlə insan Bakıda SSR rəhbərliyinin Qarabağla bağlı anti-Azərbaycan siyasətinə etiraz olaraq Azadlıq meydanına mitinqə çıxdı. İnsanlar dinc şəkildə mitinq keçirərək azadlıq, ədalət və müstəqillik istədiklərini bildirdilər. Bu toplaşma Azərbaycan xalqının birliyini, cəsarətini və milli oyanışını nümayiş etdirdi. Bu hadisələr xalqın müstəqillik yolunda atdığı ilk mühüm addımlar hesab olunur. Müstəqillik tələbləri dedikdə nə başa düşürsünüz? Müstəqillik tələbləri dedikdə xalqın öz ölkəsini idarə etmək və xarici qüvvələrdən azad olmaq istəyi başa düşülür. İnsanlar qərarlarını özü vermək istəyir, qanunlarını özü qəbul etmək istəyir, başqa dövlətlərdən asılı olmaq istəmir. Yəni, müstəqillik xalqın azad yaşaması və gələcəyini özü müəyyən etməsi deməkdir. Dövlət müstəqilliyinin olmasının hansı üstünlükləri vardır? Dövlət müstəqilliyi o deməkdir ki, xalq öz ölkəsini özü idarə edir. Müstəqil dövlət öz qərarlarını sərbəst verir və milli maraqlarını qoruyur. Belə ölkədə iqtisadiyyat və mədəniyyət inkişaf edir. Müstəqillik milli dilin, tarixin və adət-ənənələrin qorunmasına kömək edir. Dövlət başqa ölkələrlə bərabər hüquqlu əlaqələr qurur. Həmçinin vətəndaşların hüquq və azadlıqları, ölkənin təhlükəsizliyi təmin olunur. Bu da xalqın birliyini və özünə inamını gücləndirir. Bəli, bu qədər. 26-cı dərs öyrənmək üçün növbəti videoma baxa bilərsiniz. Kanalıma abunə olub bəyənməyi unutmayın. Hələlik.